Artıq 5 ildir ki Qarabağdakı barıt qoxusunu xarı bülbülün ətri əvəz edir. Bu müddət ərzində bölgədə bir sıra bərpa quruculuq işləri görüldü. 30 illik həsrətdən sonra bu torpaqlarda böyük qayıdış prosesinə start verildi. 2021-ci il aprelin 26-sında Prezident İlham Əliyev ölkədə ilk dəfə Zəngilanın Ağalı kəndində ağıllı kənd layihəsinin əsasını qoydu. Bu, həm də böyük qayıdışın başlandığı gün hesab olunur. Həmin ərazilərdə bərpa olunan şəhərlər, kəndlər ən müasir yaşayış standartlarına və rifah şəraitinə uyğundur. Təbii ki, ölkənin imkanları, xüsusən maddi imkanları olmasa, ölkədə resurslar doğru bölüşdürülməsə və doğru istiqamətləndirilməsə, bu istiqamətdə heç bir addım atmaq olmazdı. Bugün bir mənalı şəkildə deyə bilərik ki, Azərbaycan insan rifahı adına, həmçinin özümüzün konstitusiyon niyyətimiz və konstitusiya ilə müəyyən olunmuş ali məqsədlərimiz naminə böyük qayıdış və quruculuq prosesini bir mənalı olaraq insan hüquqları adına ən böyük addımlardan biri kimi realizə etməkdədir. 2022-ci ilin iyulunda Ağalı kəndinə qayıdışla başlanan proses Füzuli, Laçın, Şuşa, Xocalı və Cəbrayılın, o cümlədən Ağalı, Talış, Zabux və Susun sakinlərinə qovuşması ilə davam edir. Ötən il 1400-dən çox ailə doğma yurduna qovuşdu. Sentyabrın 12-sində Hadruta və Xocalının Badara kəndinə ilk köç karvanı yola salındı. Son günlərdə 86 keçmiş məcburi köçkün yurdlarına Laçına köçdü. Ağdam şəhərinə ilk köç isə noyabrda olacaq. İlk pillədə 110 ailənin şəhərə yerləşdirilməsi planlaşdırılır. Böyük qayıdışın birinci mərhələsinin sonunda Qarabağ və Şərqi Zəngəzurda 140 min keçmiş məcburi köçkünün məskunlaşması nəzərdə tutulub. Ağdamın Başqərvənd kəndində də artıq mobilizasiya işlərindən başlanılıb. Burada tikintiyə nəzarət Slovakiyalı şirkət tərəfindən həyata keçiriləcək. Eləcə də Eyvazxanbəyli kəndində də artıq tikinti işlərindən başlanılıb. Füzulinin Qaraxanbəyli kəndində bu yaxın günlərdə möhtərəm prezidentimiz, dövlət başçımız tərəfindən təməli qoyuldu. İlin sonuna dək Hadrut qəsəbəsinə 79, Qırmızı Bazar qəsəbəsinə 217, eləcə də Sos kəndinə 85 ailənin köçü də planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur hazırda xarici qonaqlarını da qarşılayır. 2021-ci il yanvarın 14-də Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının əsası qoyuldu. Elə həmin ilin oktyabrın 26-sında Prezident İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla sözü gedən aeroportun açılışında iştirak ediblər. Bu hava limanının istifadəyə verilməsi işğaldan azad edilən ərazilərdə quruculuq işlərini sürətləndirdi. Cəmi 8 ay ərzində hazırlanan aeroport həmin ərazilərdə aparılan proseslər üçün zəruri olan yüklərin daha tez daşınmasına şərait yaratdı. Zəngilan Hava Limanı Şərqi Zəngəzurda mühüm infrastruktur layihələrindən biri hesab olunur. Regionun sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayır. Tikintisinə 2021-ci ilin aprelində başlanılan hava limanının açılışı 2022-ci ilin oktyabrın 20-sində Prezident İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutdu. Zəngilan Hava Limanımız önce Azərbaycan tüm dünyaya hayırlı olsun. Hayırlı olsun. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Bölgədəki digər əhəmiyyətli hava limanı isə Laçında yerləşir. Sözü gedən aeroportun təməli 2021-ci ilin avqustun 16-sında qoyulub. (2025-ci ildə mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. Prezident İlham Əliyev və Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan rəmzi açılışı bildirən lenti kəsdilər. Bu hava limanını xüsusi edən məqamsa onun Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşməsidir. Laçın hava limanının hərbi əhəmiyyəti də olduqca vacib hesab olunur. 2021-ci ildə noyabrın 7-sində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə birlikdə Zəfər yolu kimi tanınan Füzuli-Şuşa avtomobil yolunun açılışında iştirak etdilər. Bu
Bu yolun tikintisinin qısa vaxtda həyata keçirilməsi xalqımızın qazandığı parlaq qələbənin simvoludur. Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli 2021-ci il fevralın 14-də qoyulub. Yol Zəngəzur dəhlizinin tərkib hissəsi kimi hesab olunur. Layihənin icrası nəticəsində Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birbaşa nəqliyyat əlaqələri yaranacaq. 2023-cü il aprelin 23-də Laçın sərhəd buraxılış məntəqəsi quruldu. Məntəqə Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunun başlanğıcında yerləşir. İrəvan Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələr üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasına davam etdirirdi. Məhz bunun qarşısının alınması məqsədi ilə ərazidə sərhəd buraxılış məntəqəsi yaradıldı. 2024-cü il sentyabrın 20-sində Xankəndidə Qarabağ Universitetinin açılışı oldu. Ali təhsil ocağı 1154 tələbə ilə fəaliyyətə başladı. 2020-ci ildən başlayaraq dövlət büdcəsindən bərpa quruculuq işlərinə 22 milyard manata yaxın vəsait ayrılıb. 2025-ci ilin mayın 30-da Prezident İlham Əliyev böyük qayıdışa dair ikinci dövlət proqramının hazırlaması haqqında sərəncam imzalayıb. Qarabağ və Şərqi Zəngəzurda yeni idarəçilik sistemi tətbiq edilir. Sözü gedən ərazilərə prezidentin şəxsi nümayəndəsi təyin olunub. Bu, işlərin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır.